Deməli, indi mən sizə bir şey göstərəcəm. Bu arada nədir? Birinci onu sizə təqdim edeyim. Ondan sonra öyrədəcəm ki, necə öyrənmək lazımdır. Mənim öyrənmə texnikam necədir? Bu nədir? Ümumiyyətlə, hal-hazırda. Bu, bir dəfə sizinlə birlikdə müraciət elədiyim bir təqaüd proqramıdır. Ümumiyyətlə, bu nədir? Adını göstərmək istəmirəm. Adı hal-hazırda buradadır. Ancaq burada belə bir şeydir. Ancaq göstərmək istəmirəm adını. Niyə? Çünki bu zaten sizin müraciət edə biləcəyiniz bir proqramma deyil. Əgər ki, elə bir şansınız olsaydı, təbii ki də adını paylaşardım ki, siz də müraciət eləyəsiniz. Yəni, birdən soruşulur olar ki, adını niyə paylaşmır, niyə belə eləyir falan. Yəni, bilin ki, nəyə görə paylaşmıram. Çünki bu bizə xas olan bir şeydir. Yəni, bizim communitimizə aid olan bir şeydir. Ona görə. Nəysə. İndi deyək ki, necə dərs öyrənmək lazımdır. Hər hansı bir fən ola bilər, ingilis dili ola bilər, riyaziyyat ola bilər, hər hansı bir şey ola bilər. Necə öyrənmə mənim texnikam necədir? Atıram, deyək ki, bu arada videodur, belə bir necə deyirlər, rekordingdir, oradan izləyirəm və dəqiqəmi hal-hazırda görürsünüz. Deyək ki, baxın, bunu biz oxuyuruq və öyrənirik. Deyək ki, məsəl üçün, deyək ki, adam ingilis dili öyrənir və yaxud da ki, ingilis dili öyrənmirsən, vəbşi bu proqrammanın özünü öyrənirsən. Buradakı prezentasiyanı başa düşməksən. Yəni, bu Azərbaycan dilində olsa belə, bəzən olur ki, biz bəzi terminləri bilmirik və biz onları öyrənməliyik. Məsəl üçün, deyək ki, buradakı co-founder sözünü deyək ki, bilmirsiniz. Məsəl üçün, adam baxır, deyir, founder sözü, bəlkə found sözünü, qurucu deməkdir, co-founder deməkdir. Onu bilmir, məsəl üçün, neynəməsin, sən bunu deyəcəm indi. Və yaxud da ki, məsəl üçün, many successful startups began with solo founders and pairs who built lightweight MVPs. Bu şəkildə deyək ki, buradakı MVP sözünü bilmirsən, lightweight sözünü bilmirsən və bunları not alırsan. Və yaxud da ki, burada müəyyən şirkətlər var, məsəl üçün Instagramı, burada nümunə verib, bir də Spanx bu şəkildə veribdir. Deyək ki, sən burada, məsəl üçün, bax, bunu bilmirsən və bu sözü bilmirsən, düzdürmü? Əgər ki, sizin fikriniz çox yayılan insansınızsa ki, düşünürəm ki, insanların çoxsu hal-hazırda fikir yayınıqlığından çox əziyyət çəkir. Məndə də bu belə bir şey var, mən əziyyət çəkmirəm, çünki mən öz beynimin necə işlədiyini bilirəm. Burada əslində nələr yazıbsa, hamısını bilirəm buradakı mövzuları falan. Sadəcə olaraq bu story deyə bu videonu, yəni sizin üçün çəkirəm ki, necə öyrənə bilərsiniz. Yəni tələbələrim də buna agah olsunlar deyə. Deyək ki, sən bunu bilmirsən, düzdürmü? Və mən dedim ki, fikrim yayınır. Fikri yayınmaq necədir? İndi misal üçün deyək ki, sən gedirsən AI-dan, yəni süni intellektdən soruşa bilərsən ki, bax bu nə deməkdir və yaxud da ki, nə bilim, deyək ki, burada solo sözündür, solo tək deməkdir də. Nəsə, indi deyək ki, sən bunu bilmirsən, düzdürmü? Nəsə, deyək ki, sən gedirsən AI-dan soruşursan ya da Google-dan soruşursan, orada telefona sapşiyə gəlir, ürəyində durmur, gedirsən elə baxırsan. Məsəl üçün, mən elə bir insanım. Görəcəm ki, telefonumda nəsə şey var, gedib indi Google elədiyim yerdə bir də görəcəm özümü başqa bir proqramda tapa bilərəm. Düzü, mən video sürüşdürmürəm Instagramda, TikTokda falan. Elə bir vərdişlərim yoxdur. Çünki beynimi idarə eləməyə bacarıram. Amma bəzən olur ki, məsəl üçün, məndə çox sapşiyə gəlir, mesajlar çox gəlir, fikrim ora gedir. Əgər ki, sən də beləsən, sən nə iş görürsən? Bax, deyək ki, bu videonun, bax, mən burasındayım. Videonun axırı harada bitir? 1 saat 31 dəqiqə 43 saniyədə bitir. Nə iş görəcəm? Bilmədiyim şeylərin hamısını beləcə köçürdüm. Bax, buranı köçmüşəm, tam köçmədim də, ərindim. Çünki buranı bilirəm, burada söhbət nə gedir. Bu, prosta video üçün çəkirəm hal-hazırda. Video üçün də hamısını köçürdüm, istəmədim. Nəysə, hamısını bax, beləcə köçürdüsüz dəftərinizə və yaxud da ki, indi planşetdə işləyirsə, planşetdə hər nə dəstədirsə. Ondan sonra bu videonu axıra kimi qutarandan sonra, siz bilirsiniz necə qutarmış olursunuz. Bax, burada bilmədiyin şeylər dəftərinizə köçürürsünüz. Niyə köçürdürük, onu da başa salacağım. Bəzən tələbələr mən başa düşmür. Screenshot almayın dedim, bəziləri mən başa düşmür. İndi izah edəcəm, başa düşəcəksiniz. Bax, beləcə hamısını köçürtdüm, hansını ki bilmirəm. Əlbəttə ki, videonun bəzi yerlərini başa düşəcəksiniz, dərsin bəzi yerlərini başa düşəcəksiniz, bəzilərini başa düşməyəcəksiniz. Dərsi özünüz öyrənirsinizsə bu sizə aiddir. Müəllimlə öyrənirsinizsə bu ona aid deyil. Beləcə hamısını götürdünüz. Biz videonu bilsiz neynədik? Biz videonu prosta qutarmış olduq. Yəni, elə beləcəsinə, alabaşına, külbaşına, indi lore dildə desək, o şəkildə qutardıq dərsi. İndi, biz dərsin bu videonu, nədirsə bu dərsimiz, həmin o dərsimizi elə belə öyrənmiş olduq. Bəs nə zaman biz onu tam öyrənmiş oluruq? Açıq bu, indi, bunu qutarandan sonra biz get dincələ bilərsən, biz get nəm çöldə oyna elə, indi uşaqların dili ilə desək, və yaxud da ki, nə bilim, ev işiniz varsa, indi böyüksünüzsə, və yaxud da ki, hər hansı bir başqa bir işlə məşğul olmalısınızsa, onu eləyirsiniz, sonra bir vaxtı qayıdırsınız, bunu eləyirsiniz. Çox da vaxt verməyin, arada vaxt qoymayın ki, burada nə deyilmişdi, unutmayasınız da, yəni əlaqələndirə biləsiniz beyninizdən, çox ara verməyin. Sonra başlayırsınız bax buranı, süni intellektlə ya da ki, Google-la araşdıra ki, burada köçürdəndə niyə köçürdürür, indi onu da sizə başa salacağım. Biraz indi izah dərin gedir, uzun gedir, bilirəm, ancaq detallı izah eləməsim ürəyimdə qalır, ona görə uzadıram. Bax, burada deyək ki, co-founder bilmirdiniz, nə bilim, burada deyək ki, solo sözünü bilmirdiniz, nə indi burada MVP
falan deyir. İndi beləcə işarə edirsiniz. Oca siz bilirsiniz ki, buranı köçürdəcəksiniz. Niyə söz, bu nəyə görə belədir, bunu sizə başa salım. Çünki bəzi sözlərin müxtəlif yerlərdə müxtəlif mənaları ola bilir. İndi siz də Google-da onun 1000 dənə mənasını öyrənəcəksiniz. İndi beyniniz əlaqə qura bilməyə bilər də ki, o da görürsən bəs mənim öyrəndiyim hansı mənası idi. Oca burada nümunələri siz olanda siz başlayırsınız ki, ha bu falan mənadaydı. Məsəl üçün gəlin elə burada birini sizə bir şey öyrədim. Məsələn deyirsiniz ki, videom fokuslanmır. Ben yazım. Aha bax ən prim telefonum çəkməyi dayandırdı yaddaşına görə. Ona görə elə ekran görüntüsü alaq gəlin. Baxın, misal üçün burada 2 dənə nümunə vermişəm. Do you drink? Burada görürsüz. Digərində isə what do you drink? Biz öyrənəndə, bax sözü öyrən. Ona görə deyirəm, kontekstin içindən öyrənin, söz öyrənin. Sonra qayıdıb deməyin ki, söz yadımda qalmır. Tələbələrimi belə öyrədirəm deyənə, bir ay sonra soruşun, bir ay sonra soruşun, yadında qalır. Situasiyalarını öyrədirəm mən çox da. Mən həyatım biraz dolu-dolu keçir deyə həyatımda çoxlu nümunələri verirəm ki, məsələn, hansı sözü necə öyrənmişəm, hansı situasiyada öyrənmişəm, o şəkildə yadında qalır. Məsələn, bax bu drink sözüdür, düzdürmü? Bax bu drink sözünü biz öyrəndik ki, içmək, düzdürmü? Ancaq bu cümlə, bir də bu cümlə real həyatda fərqli cürə sizdə özünü göstərə bilər. Bax, misal üçün do you drink deyəndə çoxu insanın ağlına bilirsiniz nə? Yəni alkol istəyərsən, yəni alkollü içirsən, məsələn Azərbaycan dilində də məncə var elə. O gün tələbəm də deyir ki, Azərbaycan dilində istifadə edirik. O necə ki deyilərək içirsən, yəni içki içən adamsan. Bax belə bir şəkildə. Amma burada deyir ki, do you drink? İçirsən, yəni bu ən çox insanın ağlına nə gəlir? Alkol gəlir. Tamam mı? Sırf beyninizə elə kodlamayın, ancaq ən çox bu gəlir. Tamam mı? Bunu yəni bilin, fərqində olun belə şeylərin. Digərində isə deyir ki, what do you drink? Və yaxud da ki şey ola bilər, what do you like to drink, belə ola bilər. Və yaxud da ki, what would you like? What would you like to drink? Belə bir şəkildə də ola bilər. Burada nə deməkdir? Çox masum bir şəkildə soruşurlar ki, nə içməyi sevirsən? Belə bir şey demiş olursan. Bax görürsüz, belə müəyyən kontekstlərdə drink sözü belə olur. Ona görə mən cümlə içində öyrətməyi sevirəm. Biraz hekayələşdirib izah eləməyi sevirəm ki, bu şəkildə olsun. Yəni indi nə deyirəm? Ona görə indi burada köçürtməyin önəmini gətirib çıxardım ki, biz niyə köçürdürdük az öncə? Bir də buranı silim. Aha, deyək ki, biz burada köçürdürük, düzdürmü? Və həmişə uşaqlara deyirəm ki, SS almayın. İstir uşaq olsun, istir 40 yaşı olsun. Deyirəm ki, SS almayın. SS alacaqsansa eləyəcəksən, öyrənmədin, başını burax onun. Ola bilər bəziləri məsuliyyətli insanlardır. Məsələn, məndə yoxdur elə bir şey, bilirəm, heç kəsdə yoxdur. Yəni əgər ki, sizin məsuliyyətiniz varsa, sizə sözüm yoxdur da. Ən çox burada məsuliyyət temasıdır. İndi burada niyə deyirəm ki, yazın? Çünki şəxsən mənim özüm, mən alsı olaraq, mənim yazı yazmaqdan zəhləm gedir. Ona görə xəttimə baxın, ilan qurbağadır sanki, çox çirkin bir xəttim var. Ona görə mən xəttim heç vaxt inkişaf eləməyibdi. Çünki yazmağı sevməmişəm. Ola bilər ki, balaca vaxtda yaxşı olsun, ancaq indi heç yaxşı deyil. Mən şəxsən sevmirəm. Mən yazmağı sevmirəm, amma götürüb bunu bir-bir yazıram. Bilirsiniz niyə? Çünki mənim beynim belə algılayacaqdı. Bu köçürdəndən sonra çox insan başına atır axı. Bəs bayaqlar dedim ki, biz videonu ala yarımçıq öyrənmiş olduq. Bilmədiyim şeyləri beləcə köçürdəcəyik, beləcə gedəcəkdir də slaydlarımız. Mən indi sevmirəm deyə beynim mənə belə bir şey deyir. Alsu, sən sevməyə bunu dəftərinə köçürtmüsən. Yəni zəhmət çəkmisən də, əllərini qıra-qıra bunu yazmısan, düzdürmü? Artıq mən bilirəm ki, zəhmət çəkmişəmsə, qoy bunu heç olmasa axıra kimi çatdırım da. O zaman biz nə edəcəm? Video qutarandan sonra belə o mənim üstümdə qalır. İndi bilmirəm sizdə necədir. Mənim üstümdə qalır ki, hə bax bunu köçürmüşəm, dava gedək öyrənək. Co-founder nə deməkdir? Solo nə deməkdir? Bəlkə kimsə successful sözünü bilmir. Mən nə bilim axı, bəlkə təzə öyrənirsiniz. Məsəl üçün startup sözünü bilmirsiniz bəlkə. Oturursunuz bax beləcə öyrənirsiniz bir-bir onu ki, onlar nə deməkdir? AI ilə çalışırsınız. AI-yə məsəl üçün AI-dan soruş ki, co-founder nə deməkdir? Startup nə deməkdir? Görürsən ki, daha çox xoşuna gəlmədi. Bunu götür AI-yə köçür. Denən ki, AI. Burada əslində yarıda qoymuşam. Baxla dediyim kimi sizə görə köçürmüşəm. Yəni köçürməmə ehtiyac yox idi əslində bu insanı. Prosta göstərirəm ki, öyrənmək necə lazımdır. AI-yə deyirsən ki, AI, bax bu nə deməkdir? O səndən normal bir şəkildə izah eləyir. Çalışın ki, AI-dan da cavab almayın. O barədə məqalələr də mən də yazıram ki, AI insanları dumber-mı eləyir, daha salaklaşdırırmı insanları? Çünki insanlar çoxsu düzgün şəkildə istifadə eləmir. Yəni bax, çünki self-studying çox insan bacarmır. Bax belə bir şəkildə eləyirsiniz və öyrənmiş olursunuz. Bu da bu şəkildə. Kim ki, məsəl üçün, elə uşaqlar olur ki, müəllimlərlə öyrənmək ona uyğun deyil. Uşaq qərar verir ki, heç bir müəllim ona uyğunlaşa bilmir və elə uşaqlarla da əslində işləyə bilirəm. Ancaq elə uşaqlar olur ki, özünə qapanır, deyir ki, özüm öyrədəcəm və dim imtahanını özüm imtahana hazırlaşacağam, eləyəcəm, özünü yəni irəli sürür. Bax, belə bir şəkildə istifadə eləyə bilərsiniz.
Məncə demək istədiyim bu qədər idi. Ayrı bir şey demək istəmirəm. Hər dəfə yadıma gəldikcə, əgər ki belə şeylər, videolar xoşunuza gəlirsə mənə deyin və bu şəkildə sizin üçün videolar çəkim, öz texnikalarımı sizin üçün paylaşım. Bu şəkildə. Məncə qurtardı. Ayrı bir şey fikrim yoxdur. Bəli, çox sağ olun. Hə, deyirəm, nəsə yadımdan çıxdı, qoy bunu da deyim. Nəyə görə videonu dayandıra gedib araşdıra getmədim? Qoy mən sizə bunu da deyim. Çünki mən biraz maraqlı insanam. Maraqlı dediyim, yəni hər şeyin dərinə getməyi sevirəm. Məsəl üçün deyək ki, startup sözünü öyrənərkən deyək ki, Google açdım. Google'da soruşum startup nə deməkdir? Mənə elə bir cümlə qurdu ki, məsəl üçün də mənə bir dənə o cümlənin içində bir dənə məlumat öyrəndim. Məsələn, mənə deyək ki, kimsə hansısa bir üz baxım üçün maraqlanıramsa deyək ki, mənə bir krem tövsiyə edir. Mən elə bir insanım ki, oturub onun ingredientlərini oxuyacağam. Deyək ki, orada elə bir kimyəvi bir maddə olur ki, mən bilmirəm ki, məndən nədir, ilk dəfə də rastlaşıram. Gedəcəm, onu Google-a vuracağam, dərinə gedəcəm. Sonra onu öyrənəndə başqa bir termin qabağıma çıxacaq. Gedib onu da araşdıracağam. Eləyəcəm, belə matroşka kimi belə məlumat çıxır, axıra kimi gedir. Bu da mənim öyrənmə prosesimi uzadır. Mən belə bir insanam. İndi bilmirəm nə qədər siz takıntılısınız. Mən belə bir insanam. Deyək ki, əgər ki siz də beləsinizsə, video uzanır. İndi mən məsəl üçün videoda nümunə deyirəm. İndi hər siz nə öyrənirsinizsə özünüzə uyğunlaşdırın bunu. Yəni paragraflarınız uzanır eləyir. İnsan da şey eləyir. Oy öyrənmək uzun çəkdi. Oy belə elədi. Siz indi gözünüzdə işinizi balacalaşdırın. Mən belə balacalaşdırıram. Birincisi notları çıxardıram, başa düşdüm ki, bu bitdi. Mən düşünürəm ki, insan beyni bilirsiniz necədir? O ofisiantlar olur, məsəl üçün ona səhv etmirəmsə qarson sindromu deyirlər, ofisiant sindromudur, səhv etmirəmsə. İndi araşdıra bilərsiniz ki, bunun tam adı nədir? Məntiqini qoy başa salım. Sual veririk ki, bu qarsonlar necə unutmur ki, kimdən necə nə sifariş almışdı? Yəqin ki, indi orada mən qarson olaraq çalışmamışam, bilmirəm. Yəqin ki, orada stolların nömrələri olur falan, o şəkildə not alırlar. Amma insan bəzən yadından da çıxa bilər. Nə olsun ki, nömrələnir. Bəzilərində heç nömrə olmur. Masanın nömrələri olmur bəzən. Hə, deyək ki, indi biz bunu bilmirik, düzdürmü? İndi nə iş görməliyik? Ona görə edir ki, insan beynində bir tamamlanma siqnalı gedir insan beyninə. Çünki o sifarişi götürəndə tamamlanma daxı onun beynində. Sifarişi sizə gətirib verir, sizlə iş qurtarır. Qurtardı, getdi. Onun beynindən yadından çıxır ki, siz nə bayaqlar sifariş eləmişdiniz. Amma sizə hələ onu gətirib təhvil verməyəndə, o hələ onu unudur ki, unutmur. Çünki onun hələ sizi təhvil verməyib. Yəni action tamamlanmayıb da, yəni oradakı fəaliyyət tamamlanmayıb da. Ancaq sizi sifarişi verib qutarandan sonra, siz təhvil verəndən sonra onu unudur ki, siz nə sifariş vermişdiniz. Gələn dəfə gələndə bəlkə sizi tanımayacaqdı o insan. Amma həmin o sifarişi sizə verməmişdən əvvəl sizi belə tanıyır ki, yəni sizə gətirib verəcək. Amma belə bir şey var insan beynində. Mənim də beynimdə mən bilirəm ki, video qurtardı. Mən burada tətmin edilmək hissi yaşayıram. Hə ki, bu bitdi. O zaman rahat oluram ki, tamam. O zaman keçirim növbəti etapa. Növbəti etap nədir? Yazmışam, yazdığım hələ bitməyib. Orada məndə hələ o ofisiant sindromu davam edir. Bilirəm ki, yazını hələ öyrənib qurtarmamışam axı. Yazıda nələr yazmışamsa dəftərimə nə bilmirəm, onlar mən bilmədiyim notlarımdır. O şəkildə öyrənirəm, ondan sonra mənim beynimdə tamamlanır. Bax, rəsmini izah eləməyə başlayanda bu qarson sindromu beynimdə yox idi. Yaxşı ki, yadıma düşdü ki, o şəkildə məncə sizə tam ötürə bildim ki, nə demək istəyirəm. Yəni, mənim birinci videonu bitirib o şəkildə eləmə səbəbim budur. Yox, əgər ki, sizdə belə bir məsələ yoxdursa, videonu izlə, bilmirsənsə, not almağa ərinirsənsə, o zaman tamam, Google-a vur, ya da bir şeyə vur, bir şeylərə baş vur, öyrən, ya da müəllimindən soruş, hər nədirsə də, indi sənin o soruşacağın, başvur eləyəcəyin nəsə, o şəkildə soruşursan, tamam, o zaman videonu davam elətdirsən, izləyirsən, bu şəkildə. Amma məndə o işə yaramır. Dediyim kimi, mən də tətmin edilmə hissi yaşamıram. Gəl birinci videonu qutarım, beynim desin ki, alsucu videonu bir şey qutarıb alsu. Başa düşdün? O zaman beynimdə çox belə böyümür iş. Ümid edirəm bu videoda nəsə sizə bir şeylər ötürə bildim. Belə bir problemi olanlar varsa, yəni mən bu şəkildə həll edirəm. Siz də bu şəkildə eləyə bilərsiniz. Belə şəkildə davamlı olaraq o üstündə işləmək əslində çox maraqlı bir şeydir. Bilirsiniz, çünki özümü tələbə kimi apara bilirəm. Ona görə ki, məsələn, yanıma yeni tələbə gələndə, bəzən olurdu, bir neçə ildən sonra müəllim olanda tələbə kimi yanaşmaya bilirsən. Uşaqlar deyir ki, müəllimlər bizi başa düşmür. Məncə o ona görə yaranır. Ancaq sən öyrənməyə davam edəndə özünü tələbənin yerinə qoya bilirsən deyə uşağın
uşaq olsun, ya neçə yaş olsun, mən indi böyük yaşda insanlarla da çalışıram mən çox. Özünü onun ayaqqabısının içinə qoya bilirsən ki, hə də o necə düşünür, mən ona necə hərəkət eləyim. Bəzən olur ki, uşaqlar yazı yazanda onlardan bir yerdə mən də köçürdürəm ki, lövhəyə köçürdürəm, onlar da yazsın ki, onlar tələsdirməyim ki, onların sürətini öyrəşə bilim. Yəni belə şeylər. Nəysə çox danışdım. Mən danışdıranda susmaq bilmirəm. Ümid edirəm nəsə götürdünüz. Ağlıma başqa nəsə gəlsə sonra deyərəm. Məncə bu dəfə tam bitdi. Çox sağ olun, özünüzə yaxşı baxın.